Salam dostlar, bugün mən sizə isti döşəmələrlə bağlı buraxılan əsas səhvlər barəsində danışacağım. Deməli, döşəmələr və onların layihələndirmə normaları var. Azərbaycanda belə bir normalar var. O normalarda həmçinin isti döşəmələrlə bağlı məqamlara toxunur. Nəyi vurğulamaq istəyirəm? Bax, bəzən görürsünüz ki, bizdə bu isti döşəməni eləyəndə altına falqa filan sərirlər. Bunlar doğru deyil. Əgər siz onun altını izolyasiya eləyirsinizsə, termoizolyasiya, ən azından bax belə EPS material, xalq arasında buna penoplast deyirlər. Penoplastdan hazırlanan termoizolyasiya məhsulundan istifadə etməlisiniz. Ən azından deyirəm. Çünki bu termoizolyasiyanın əsas məqsədi nədir? Bu borudakı borulardakı isti aşağı keçməsin, əksinə üst tərəfə gəlsin. Digər bir səhv nədir? Bəzən biz görürük ki, bunun üstündən beton qat verildikdən sonra ya beton qatın üzərində və ya beton qatın üzərindən döşəmə olur. Laminat ola bilər, keramogranit ola bilər və s. O görürsünüz ki, onlarda çatlar əmələ gəlir. Çatların səbəbi nədir? Çünki bu betonu tökəndə beton gedir bu kənarlarda divarlara dirənir və nəticədə fizikadan bilirsiniz də, hər hansı bir maddə qızanda onda genişlənmə baş verir və bu genişlənmə yer tapmadığına görə üst səthə doğru şişir və nəticədə o çatılar əmələ gəlir. Həm döşəmə qatında, həm betonun özündə. Onun üçün mütləq bax belə demper lenti deyilən məhsuldan istifadə etməyinizi tövsiyə edirəm. Bunun 25 metr uzunluğunda hardasa 34-35 manat civarında qiyməti var. Bütün divar boyu bu demper lentindən çəkirsiniz. Bax, bütün divar boyu, 4 divar. Və gələcəkdə betonda və ya onun üzərindəki döşəmə qatında hər hansı bir genişlənmə baş verdikdə bu demper qatına doğru genişlənmə olur və demper qatı bir növ elastikdir. O genişlənməni üzərinə çəkir və nəticədə o şişmələr, o döşəmə qatındakı çatlar əmələ gəlməyəcək. Növbəti bir məqam nəyə vurğulamaq istəyirəm? Normativlərdə də var. Mütləq bunun üzərindən ən azı 45 mm, yəni deyək də 4 sm yarım beton qatı verilməlidir. Və normativlərdə də bu yazılıb ki, ən azı borunun qalınlığının üzərindən hardasa 4 sm yarım beton qatı verilməlidir. O da həmin beton qatı da demper lentinə gedib dirənəcək və gələcəkdə onda şişmə baş versə, bu şişmənin qarşısını alacaq. İsti döşəmələrdə əsas məqamlar bu barədə və 20 sm-lik standart məsafəni saxlamaq lazımdır. Hələlik.